19-10-cu sual. Hansı sətirdə nümunələrin hər ikisində uyğunluq gözlənilib? Açar sözümüz uyğunluq. Birinci sütun bizə hökm verir ki, nəqli cümlədir. Yəni, birinci sütunda verilənlər cümlənin hamısı nəqlidir. İkinci sütun isə mübtədası təsəvvür edilə bilmir. Əvvəlcə mübtədası təsəvvür edilə bilmir. Bunu aydınlaşdıraq. Mübtədanın təsəvvür edilməsi nə deməkdir? Əgər xəbərdən biz mübtədiyə kim, nə sualını verə biliriksə, deməli bu cümlənin mübtədası təsəvvür olunur. Yəni o cümlədə oldu ya olmadı, müəyyən oldu, olmadı. Buna baxmayaraq artıq bu cümlə mübtədası təsəvvür olunan cümlə kimi qəbul edilir. Hansı xəbərdən ki, biz mübtədiyə sual verə bilmirik, yəni onu kim, nə sualına işlədə bilmirik, o cümlədə artıq mübtəda təsəvvür olunmur və bu fikir ancaq şəxsiz cümlələrə aiddir. Qrammatikada ümumiyyətlə şəxs dedikdə mübtəda nəzərdə tutulur və mübtədiyə görə cümlələr iki qrupa ayrılır. Şəxsli, şəxssiz cümlələr. Şəxsli cümlələr özü üçdür. Müəyyən şəxsli, qeyri-müəyyən şəxsli, ümumi şəxsli. Şəxssiz cümlə isə ancaq bir dənədir və üçündə mübtəda təsəvvür olunur. Müəyyən şəxsi cümlənin özündə olur elə, olmaqla, yəni buraxıla da bilər. Qeyri-müəyyən və ümumi şəxsi cümlədə isə mübtəda olmur, amma təsəvvür olunur. Yəni, xəbərdən mübtədiyə sual verə bilirik. Şəxsiz cümlədə isə xəbərdən mübtədiyə sual vermək mümkün olmur. Ona görə buna şəxssiz, yəni mübtədasız cümlə deyilir. Deməli, ikinci sütun bizdən şəxssiz cümləni soruşur. Birinci sütun isə nəqli cümləni soruşur. Və hər iki sütunda cavabı ödəyən şərt, variant artıq bizim cavabımız olacaq. Birinci, onu görəndə təəccübünü gizlədə bilmədi. Bu nəqli cümlədir, çünki xəbər şəklində ifadə olunub və yadımıza salıq ki, nəqli cümlənin xəbəri əmr şəklindən başqa feilin istənilən şəklində ola bilər, 5 şəklin hamısında, eləcə də ismi xəbərlə ifadə oluna bilər, digər nitq hissələrlə. Deməli, cümlənin xəbəri feilin xəbər şəklindədir deyə cümlə nəqli cümlədir və bu düzdür artıq. İkinci cümlə, ikinciyə baxırıq. Ora bizim yeni həyətimizdir. Bu da nəqli cümlədir, çünki məlumat verir. Həyətin onların olması haqqında məlumat verir. Üçüncüyə baxırıq. Hələ də orada çoxlu adam var. Bu da bizə məlumat verdi, ona görə nəqli cümlədir, hökmü düzdür. Bizi məktəbdə gözləyin. Bunun xəbəri əmr şəklindədir deyə nəqli cümlə ola bilməz. Bu səhvdir, 4-ə atırıq. 5-ci cümlə. Söhbət şirin və səmimi, süfrə sadə və səliqəlidir. Bu da nəqli cümlədir və doğrudur. Deməli, birinci sütunda 4 artıq səhvdir deyə 4-cü variantı götürə bilmərik. D variantı kənarlaşdı. İkinci sütuna keçirik. İşi vaxtında bitirdik. Bitirdik xəbərindən sual veririk mübtədiyə. Kim bitirdi? Sual çıxdı və biz cavabını da verə bilərik. Deməli, bu mübtədası təsəvvür edilə bilmir hökmün ödəmədi. Yəni, mübtəda təsəvvür edildi. Sadəcə mübtədası ümumiyyətlə var. Çünki bitirdik xəbərində ilk şəxs şəkilsi var. Ona görə biz bilirik ki, bu mübtədası bizdir və bu artıq səhvdir. Deməli, bir düz, ikinci sütunda isə səhvdir. Biri düz, biri səhv olduğuna görə artıq bir bizim cavabımız ola bilməz. Biri atırıq və bir olan variant kənarlaşır. İkinciyə baxırıq. Mənə biraz yeni işindən danış. Danış xəbəri. Kim danışsın? Sual çıxdı və sual çıxdığına görə cavabını da verə bilərik. Sən danış və deməli mübtəda təsəvvür olundu və yenə şərt ödənmədi. Yenə 2, deməli, biri düz, biri səhv olduğuna görə 2 də kənarlaşdı və
2 olan variantı atırıq B-ni. Üçüncü, meyvə ağaclarının bar verən vaxtı idi. Meyvə ağacları ikinci növ ismi birləşmədir, ayrılmaz. Ağaclarının bar verən vaxtı, bu da üçüncü növ ismi birləşmədir, bu da ayrılmaz. Və idi isə onu xəbər eləyib. Deməli, bu cümlə bütövlükdə xəbərdən ibarətdir. Meyvə ağaclarının bar verən vaxtı idi. Kim, nə? Heç bir sual bundan çıxmadı. Sual çıxmadığına görə, deməli, bu variantda sual çıxmadığına görə artıq bu cümlə şəxsi cümlədir. Yəni, mübtəda təsəvvür edilmədi. Kim meyvə ağaclarının bar verən vaxtı idi? Nə meyvə ağaclarının bar verən vaxtı idi? Mübtədanın heç bir sualı ilə işlənmədi bu xəbər. Ona görə bu şəxsi cümlədir və deməli doğrudur. Və doğrudursa artıq 3-də hər iki sütundakı hökm doğrudur. Ona görə 3 bizim cavabımız olacaq. Hələ götürmürük. 5-ə də baxaq sonra. Sözün doğrusunu zarafatda deyərlər. Deyərlər. Kim deyər? Bundan xəbər çıxdı, düzdür. Belə xəbərdən mübtədəyə sual vermək mümkün oldu. Və bu ümumi şəxsi cümlədir, amma mübtəda təsəvvür olunur. Yəni, formal olaraq biz bura onlar mübtədasını artıra bilərik, təsəvvür edə bilərik. Ona görə bu artıq mübtəda təsəvvür olunmur, şərtin ödəmir deyə 5 olan variant kənarlaşır və cavabda da biz 5 olan variantı atırıq. Yeganə cavabımız qaldı C variantı. Sütunlarla işləyəndə biraz diqqətli olmaq lazımdır. Bəzən bu ən çox indi burada konkret bizə deməli ad verib, amma doğru yanlış sütunlarında bəzən uşaqlar işləyərkən yanlış sualı yanlış üçün doğru hesab elədiyinə görə ona deməli yanlış işarəsi qoymaq əvəzinə üstəgəl doğru işarəsi qoyurlar və bu da cavabın götürülməsində sonra onlarda problem yaradır və cavabı səhv götürürlər. Yəni düz işləyirlər, amma cavabı səhv götürürlər. Ona görə bu sütunlarda həmişə diqqətli olmaq lazımdır. Birinci növbədə plus minusla işləmək, sonra şərt nəyi ödəyir, onu götürmək. Bizə ikisi də düz lazımdırsa, deməli hər iki sütunda düz olanı götürəcəyik. Yox, uyğunsuzluq lazımdırsa, onda hər iki sütunda düz olmayan, mənfini götürəcəyik. Və əksinə, bəzən belə deyir ki, birində pozulub, birində pozulmayıb, onda da biri plus, biri minus olanı götürəcəyik. Yəni, bütün hallarda birinci işimiz sütundakı hökmləri bir-bir, plus, minusla işarə eləmək, doğru yanlışı müəyyənləşdirmək, sonra isə suala uyğun cavabı götürmək lazımdır.